Bismillahirrahmanirrahim. Cəmiyyət bir ailə kimidir. Böyük və kiçik münasibətləri isə o ailənin istiliyini qoruyan ən əsas bağdır. Böyük, kiçikdən mərhəmətini əsirgəməsə, kiçik böyüyə hörmətini göstərsə, o cəmiyyət nurla dolu olar. Amma əgər hörmət aradan qalxsa, mərhəmət əldən getsə, o zaman nə ailə, nə məhəllə, nə də toplum öz gücünü qoruyar. Unutmayaq ki, böyük olmaq hökmranlıq demək deyil, qayğı və nümunə olmaq deməkdir. Kiçik olmaq isə dəyərsiz olmaq deyil, öyrənmək, böyümək və gələcəyin daşıyıcısı olmaqdır. Əgər biz böyüklərdən ədalət və şəfqət görsək, böyüdükcə biz də eyni yolu davam etdirərik. Əgər biz kiçiklərdən hörmət və itaət görsək, ürəyimizdə daha çox sevgi və fədakarlıq yaranar.